Salam, bugünkü dərsimiz ilişikli irsiyyət haqqındadır. İlişikli irsiyyət haqqında məlumat verən alim ilk dəfə Morgan olmuşdur və bu ilişikli irsiyyətə görə Morgan Nobel mükafatına layiq görsənmişdir. Ümumiyyətlə birinci şəklə bu şəkillərə diqqət yetirsək, ilişikli irsiyyət nədir? Biz bilirik ki, qeyri-allergenlər müxtəlif homoloji xromosomlarda da yerləşə bilər, eyni homoloji xromosomlarda da yerləşə bilər. Məsəl üçün, bu şəklə diqqət yetirsək, bu hissəyə görərik ki, müxtəlif genlər eyni homoloji xromosomlarda yerləşib. Məsəl üçün, A və B genləri müxtəlif genlərdir, lakin eyni homoloji xromosomlarda yerləşir. Və yaxud da kiçik A-dan kiçik B müxtəlif genlərdir, eyni homoloji xromosomlarda, yəni bir xromosom xətti üzərində yerləşən genlər ola bilər. Digərlərində isə görürük ki, böyük A-dır, yalnız böyük B ayrı-ayrı homoloji xromosomlarda yerləşir. Ayrı-ayrı homoloji xromosomlarda yerləşmə Mendel qanunu göstərir. Bizə bəzən testlərdə deyilmir Mendel və yaxud da Morgan qanunu. Bu cür yazılış varsa, bu Mendeldir. Yox, əgər böyük A bunun digər yanında kiçik B, böyük B və yaxud da yaza bilsək, yəni eyni homoloji xromosomlarda 2 dənə müxtəlif gen varsa, bunlar artıq Morgan qanununun olduğunu göstərir. Və biz də Morgan qanunu əsasən drozofil milçəyi üzərində tədqiqat aparmışdı. Buna səbəb olaraq drozofil milçəyinin laboratoriya milçəyidir və orada sürətli olaraq çoxalmaya qadirdir. Xromosom sayı azdır, fenotipcə, amma da xaricən bir-birindən fərqlənən çoxlu formalarının olduğuna görədir. Biz də bilirdik ki, drozofil milçəyində xromosom dəsti 2n bərabərdir 8-ə, n də bərabərdir 4-ə. Necə baş verirdi? Buranı öncə bilməliyik. Məsəl üçün, böyük A boz bədəni göstərir. Diqqətli olaq, bunları bilməliyik. Kiçik A qara bədəni, böyük B normal qanad, kiçik B isə rudimet qanadı göstərir. Yenə təkrar deyək, böyük A boz bədən, kiçik A qara bədən, böyük B normal qanad, kiçik B isə rudimet qanadı göstərir. Və bu grafikə baxmaq istəyirəm. Bu grafikdə biz bilirik ki, birinci valideyn forma boz bədən normal qanadı ilə qara bədən rudimet qanadlı drozofil milçəyi ilə çarpazlaşdırılır. Nəticədə F1 nəslində yenə boz bədən normal qanad, lakin heterozigot vəziyyəti alınır. Böyük A, kiçik A, böyük B, kiçik B. Alınan boz bədən normal qanadı, qara bədən rudimet qanadlı erkək drozofil milçəkləri ilə yenidən çarpazlaşdırır. Və bu zaman nə baş verir? Bax, yadınızda saxlayaq. Crossover baş verdikdə ilişiklik olmur. İlişiklik olduqda crossover baş vermir. Yəni, burada minimum ilişiklik dedikdə, ilişiklik olduqda qametlər hansılardır? Böyük A, böyük B bir tərəfdə, kiçik A, kiçik B. Bunlar əmələ gəlir. Yəni, crossover yoxdur, ilişiklik var. Digərində də yenə kiçik A və kiçik B qameti əmələ gələcək. Amma crossover baş verdikdə, necə ki, biz Mendel qanununda aldığımız kimi qametləri çarpaz olurdıq. Bax, bu qametlərə diqqət yetirsəniz, bu ortada olan 2 qamet crossover nəticəsində yaranan qametlərdir. Və bunları da bir-biri ilə çarpazlaşdırdıqda alınır. Bu hissələrə baxaq. Birinci alınır boz bədən normal qanad. İkinci alınır qara bədən rudimet qanad. Daha sonra qara bədən normal qanad, çünki böyük B var, normal qanad. Daha sonra burada qara bədən rudimet qanad. Deməli, valideyn formaya oxşar fərqlər alındı. Boz bədən normal qanad, qara bədən rudimet qanad. Bax, bu ikisi valideynə oxşar formalardır ki, bunlar crossover baş vermədikdə alınan fərqlərdir. Və 83% alınır, yəni 41,5% biri, 41,5% biri. 17% isə yeni bir əlamət üzə çıxır. Həmən bu yeni əlamət crossover baş verdikdə alınan qametlər hesabına baş verir. Yəni, crossover baş verdiyinə görə yeni bir əlamətlər əmələ gəlir. Və bu zamanda
8,5% qara bədən normal qanad, 8,5% isə qara bədən rudiment qanad əmələ gəlir. Yəni valideyn formaya oxşamayan nəsil 17%, valideyn formaya oxşayan nəsil isə 83% olmuş olur. Amma biz bilirik ki, bu Krasingoverin olması da meyoz bölünmənin birinci profazasında baş verir. Amma Krasingover ola da bilər, olmaya da bilər. Yenə təkrar deyirəm. Əgər ilişiklik varsa, Krasingover yoxdur. Əgər ilişiklik yoxdur, Krasingover baş verə bilər. Və Krasingover olmazsa profaza mərhələsində də Mendel qanununa görə normalda yenə həmən bu formaları çarpazlaşdırsaq bir-biri ilə Krasingover baş ver olmazsa Mendel qanununa görə də yenə hərəsindən birin birə nisbətində alınacaq. Boz bədən normal qanad, qara bədən normal qanad və boz bədən rudiment qanad, qara bədən rudiment qanad. Birin birə faizində alacaq, hərəsindən 25%. Ümumiyyətcə yadınızda qalsın, bunu sizə testlərdə də sizə rahat olar. Böyük A, böyük B, kiçik B. Resessiv forma ilə çarpazlaşdırdıqda, burada qara fərqli düşür. Qoy bu boş hissədə yazacağım. Böyük A, kiçik A, böyük B, kiçik B, kiçik A, kiçik A, kiçik B, kiçik B. Boz bədən normal qanad, qara bədən rudiment qanad. Çarpazlaşdırdıqda Mendel qanununa görə hərəsindən birin birə nisbətində olacaq. Yəni fenotip də birin 4 dənə 1 olacaq. Genotip nisbəti də birin birə nisbəti olacaq. Tam dominantlıq şəraitində. Bu bizə testlərdə bu cür variantlar verilir. Nə zaman deyir ki, fenotipə görə parçalanma birin birə nisbətində ola bilər və yaxud da genotipə görə parçalanma birin birə nisbətində ola bilər. Bunu o zaman deyirik ki, tam dominantlıq şəraitində heterozigot vəziyyətlə resessiv, həmən o heterozigotların resessiv vəziyyətinə görə valideyn formadan çarpazlaşmasından birin birə nisbətində nəsil alınır. Bu Mendel qanunundaydı. Amma Morgan qanununda artıq Krasingover olduğuna görə ilişiklik yaranır və bu zaman xromosom çarpazlaşması baş verdiyinə görə yeni əlamətlər meydana çıxır. Burada nəyi göstəriblər? Bu şəkilə diqqət yetirək, bir dənə zəhmət olmasa. Bu şəkildə A nə yazılıb? Homoloji xromosomlardır. Yəni bunlar artıq nədir? Homoloji xromosomlar bu cür baş verir. Artıq amma homoloji xromosomlarda B və C homoloji xromosomlarında xromosom çarpazlaşması nə etdi? Baş verdi. Və burada gen sahə mübadiləsi də baş verdi. Fikir verdiniz, rənglər artıq mübadilə baş verdikdən sonra rənglər yerini dəyişir. Bu da təbii ki, meyozun birinci profazasında baş verir ki, müxtəlifliyə səbəb olur. Burada diqqət yetirməli məqamlardan ən vaciblərdən ardıcıllıqla deyəcəm. Ümumiyyətlə, Krasingoverin tezliyi nədən asılıdır? Bizə sual verə bilər ki, Krasingoverin tezliyi nədən asılıdır? Genlərin xromosomda yerləşmə vəziyyətindən asılıdır. Bax, bu şəkilə də diqqət yetirik. Xromosomlarda yerləşmə vəziyyətindən asılıdır. İndi mən özüm birini çəkim. Məsəl üçün, böyük A, böyük B, böyük C, böyük D. Həmən bu genlərdə soruşula bilər ki, hansılar arasında Krasingover daha çox baş verə bilər? Burada mən deyə bilərik ki, rahatlıqla A və D genləri arasında. Niyə A və D genləri arasında? Belə qayda var ki, genlər xromosomda nə qədər uzaq yerləşərsə, Krasingoverdə bir o qədər çox baş verə bilər. Deməli, genlər bilirik ki, xromosomlarda yerləşir. Hər bir genin xromosomda yerləşdiyi sahə lokus adlanır. Əgər bu lokus sahə, genlərin yerləşdiyi lokus sahə deyə bilər və yaxud da genlər soruşula bilər ki, xromosomda nə qədər uzaqda yerləşərsə, Krasingover bir o qədər çox baş verə bilər. Yəni ona görə də Krasingoverin biz qrafikini çəksək, Krasingoverlə məsafə arasında düz mütənasibdir. Amma ilişikli genlər arası məsafədən tərs asılıdır. Bunun qrafikində çəkim, ilişikli genlər arasında məsafədən tərs asılıdır. Bu nə deməkdir? Nə qədər genlər bir-birinə yaxın yerləşərsə, onlar bir-biri ilə ilişiklik daha çox olacaqdır. Məsafə uzandıqca ilişiklik azalır. Məsəl üçün, yenə bir hər hansını çəkək. A, B,
C, D. Bunlar arasında soruşula bilər ki, hansılar arasında, hansı genlər arasında ilişiklik çox, ilişiklik azdır. Biz deyərik ki, A və B genləri arasında ilişiklik çox, A və D genləri arasında ilişiklik az ola bilər. Ona görə də ilişiklik məsafə ilə tərs mütənasibdir. Nə qədər genlər bir-birindən uzaqda yerləşərsə, bir o qədər ilişiklik azalmış olar. Və məsələ şərtlərində də testlərdə diqqətli olun. Bizə deyə bilər, soruşula bilər ki, A və B genləri ilişikli keçmişdir. Və yaxud da məsələ şərtində deyir ki, məsəl üçün A və C genləri ilişiklidir. Bunu bu cür artıq biz yazmalıyıq. Əgər belə bir gen tipi yazaq, böyük, kiçik, böyük, böyük, kiçik, kiçik. Və burada deyir ki, özləri deyir ki, A və C genləri ilişiklidir. Deməli, A və C genlərini mən eyni homoloji xromosomlarda yerləşdirə bilərəm və bunun da alternativi kiçik, böyük, kiçik A-dır. Amma artıq B-ni yazmadım. Niyə? Çünki bizə məsələ şərtində deyir ki, A və C genləri ilişiklidir. Bunlara da diqqətli olaq. Daha sonra dedik ki, müxtəlif genlər eyni xromosomlarda yerləşə bilər və xromosomlarda da genlər düz xətt üzrə yerləşir. Və hər bir orqanizmdə də ilişikli genlərin sayı haploid xromosom sayına bərabər olur. Bunlara da diqqət yetirək. Burada isə əsas bizim öyrənməli olan hissəmiz, əzbər olan hissə bu dərslikdə buradır ki, pomidor bitkisinin gen xəritəsidir ki, və bunu əzbər bilməliyik. Məsəl üçün, dominant əlamət normal yarpaq, normal meyvə, hündür yarpaq, sadə çiçək qrupu, tükülü epidermis, yumru meyvə dominant əlamətdir. Diqqətli olun, bəzən şagirdlər sadə çiçək qrupunu görüb resesiv əlamət götürürlər. Xeyr, sadə çiçək qrupu normal dominant əlamətdir. Yenə təkrar deyirəm, normal yarpaq, normal meyvə, hündür cücərti, normal yarpaq yenə axırda verilib başqa cür, sadə çiçək qrupu, tükülü epidermis, bunlar dominant əlamətlərdir. Resesiv əlamətlər isə ləkəli yarpaq, cırtdan cücərti, uzunsov meyvə, normal epidermis, şiş uclu meyvə, mürəkkəb çiçək qrupu, bir də nektorik yarpaq. Belə bir-biri ilə müqayisə ilə yadınızda saxlasanız lap yaxşı olar. Sadə çiçək qrupu dominant, mürəkkəb çiçək qrupu resesiv. Normal meyvə dominant, normal uzunsov meyvə resesiv əlamətdir. Hündür cücərti dominant əlamətdir, cırtdan cücərti isə resesiv əlamətdir. Tükülü epidermis dominant əlamətdir. Normal epidermis, bax istisnalar əsasən şagirdlərin bu sadə çiçək qrupu mürəkkəb, bir də epidermisdə. Normal epidermis resesiv əlamətdir, tükülü epidermis isə dominant əlamətdir. Bu pomidor bitkisinin xəritəsinə də diqqət yetirək. Burada çalışmalara baxaq. Şimpanzedə deyir ki, 2-nin bərabərdir 48, toyuqda 2-nin bərabər 78 olduğunu nəzərə alaraq ilişikli gen qruplarının sayını müəyyənləşdirin. Biz də dedik ki, ilişikli gen qruplarının sayı hər bir xromosomda, hər bir canlıda haploid xromosom yığımına bərabərdir. Yəni şimpanzenin haploid xromosom dəsti 24, toyuğun haploid xromosom dəsti isə 38-ə bərabərdir. Deməli, ilişikli gen qruplarının sayı 24 və 38 olmuş, 39 olmuş olar. Diqqətli olaq, burada deyir ki, hansı genlər arasında Krasinkoverin faizi daha yüksəkdir. Bu çalışma növbəti kitaba görə dəyişibdir. Krasinkover dedik ki, məsafə ilə nədir? Düz mütənasibdir. Nə qədər məsafə uzaqdırsa, bir-birindən genlər nə qədər bir-biri ilə uzaqdadırsa, bu zaman Krasinkover daha yüksək olar. Və həqiqətən də burada şəkilə baxsaq, bax birinci bu hissədən baxaq. A ilə V arasında Krasinkover ən yüksək olacaq. Daha sonra kiçik A ilə kiçik V arasında da Krasinkover daha yüksək olacaq. Ona görə mən elə A variantını fikirləşirəm ki, burada Krasinkover faizi daha yüksək olar. Krasinkover faizi hansında az olar? Elə məsəl üçün burada şərtlərdə verilsə, bu B variantı uyğun gəlmir. K və D, Y və C. Y və C arasında, E və C arasında. Çünki arada bir dənə D var, ən az olan. Bir də K və D. Bunun hər ikisi də uyğun gəlir. Çünki arasındakı məsafə
Baxaq bir dəqiqə. K və D arasında, bir də Y və C arasında. Y və C arasında genlər bir-birindən aralıda olduğuna görə burada da crossing over yüksək olar. Amma diqqətli olaq. K və D arasında bəli crossing over az ola bilər. B variantı səhvdir. Belə çarpazlaşıb bunu götürə bilmərik. Ona görə də ən az crossing over faizi də verilənlər içərisində C variantını göstərə bilərik. Davam edirik. Bu çalışmalar dəyişib, yeni dərslikdədir. PDF-ni xahiş edirəm, yeni dərslikdən oxuyaq. Gəlin baxaq, valideyn formaların hibridlərinin genotipini verilibdir. Tam dominantlıq mövcuddur, ilişkilikdir. Genlər crossing over baş verməmişdir. Alınan qametlər. Bax, yadınızda qalsın, ilişkilidirsə, crossing over baş verməyibsə, minimum qamet alınacaqdır. Yəni, burada tam dominantlıq şəraitində yazaq, böyük C kiçikdir. Böyük D kiçikdir. Böyük Y kiçik Y, K kiçik K. Bu ilişkilidir dedikdə biz artıq bunları necə yerləşdirməliyik? Bir dənə istəyirəm. Mütləq şəkildə yerləşdirməni rahatlıqla böyük C, böyük D, Y, bir də böyük K. Bunların da alternativi kiçik C, kiçik D, kiçik Y, kiçik K ola bilər. Minimum dedikdə, ilişiklik dedikdə, crossing over yox dedikdə bunlar bir düşər qamətə. İlişikli bir-biri ilə sürüşüb bir düşər. Digər tərəf isə bir düşə bilər. Minimum burada 2 qamət alınacaq. Yalnız qamət sayı 2 olacaqdır. Alınan qamətlərin sayı 2-dir. Hansılardır? Böyük C, böyük D, böyük Y, böyük K bir qamət. C, D, Y, K kiçik olanlar isə bir qamət hesab olunur. Amma crossing over desəydi artıq burada neçə heterozigotumuz var? 4 dənə. Qameti deyirdik ki, 2 üstü n ilə istifadə edirik. 2 üstü 4 isə bərabərdir 16 qameti alınmış olardı. Maksimum qamet bizdə crossing over zamanı alınır. Ümumiyyətlə, bəzən də heç demir ki, ilişkilik var və yaxud da crossing over var, crossing over yoxdur. Əgər desək ki, minimum dedikdə crossing over yoxdur, ilişkilikdir. Maksimum qamət dedikdə artıq ilişkilik yox, crossing over var və bu zamanda heterozigotların sayını 2 üstü n düsturu ilə hesablaya bilərik. Ən sonda da, yəni bizim Morgan qanununda nə deyilirdi? Deyilirdi ki, eyni bir xromosomda yerləşən genlərin ilişkili sürətdə birgə keçməsi Morgan adlanırdı. Yəni, bu qanuna görə əsasən qeyri-allergenlər eyni bir xromosomda yerləşərsə, onlar ilişikli qruplar yaradır və irsən birgə ötürülürdü. Və ilişikli gen qrupların sayı da canlıların haploid xromosom dəstinə malikdir. Digər mövzumuz cinsiyyətin genetikasıdır. Ümumiyyətlə, bilirik ki, bizdə o insan orqanizmdə də, digər canlılarda da biz xromosomların quruluşuna görə 2 yerə böldük. Cinsiyyət xromosomları, autosom xromosomlar. Autosom xromosomlar dişi və erkək fərqlərdə bir-birində fərqlənməyən xromosom cütləri idi. Məsəl üçün, insan orqanizmdə 22 cüt xromosom var, autosom xromosom cütü. Bu, həm kişilərdə, həm də qadınlarda eyni oxşar formada, ölçüdə olur. Fərqlənən cinsiyyət xromosomları idi ki, cinsiyyət xromosomlarına görə də məhz canlının cinsiyyətini müəyyən etmək olar. Bəli, bax, diqqətli olaq, biz bunların sayını, buradakı xromosomların sayını bilməliyik. Əzbər insanda bilirdik ki, 2n bərabərdir 46, toyuqlarda 2n bərabərdir 78, drozofil milçəyində 2n bərabərdir 8-ə, pişiklərdə isə 36-da 2 gələrik. Nə qədər eləyər bu? 36, 38. 2n bərabərdir 38 isə pişiklərdə olan xromosom dəstidir. Təbii ki, bunların da yazılışını bilirik. Bu verilənlər, burada verilən yazılışlar somatik hüceyrədə olan xromosom sayını göstərir. Qametdə isə təbii ki, fərqlidir. Məsəl üçün, sayda bir drozofil milçəyinin qametdə xromosom dəsti necə ola bilər? Biz bilirdik ki, normalda 2n bərabərdir 8-ə, n də bərabərdir 4-ə. Məsəl üçün, dişi drozofil milçəyi üçün n
Necə yazardıq? 3 üstə gələk x-ə, 3 üstə gələk y-ə. Bu erkəkdə ola bilər, bu isə dişi drozofil milçəyində olmuş olar. Burada da drozofil milçəyinin qametlərinin quruluşunu vermişdi. Bəli, yenə 3 üstə gələk x, 3 üstə gələk y qametlərini müəyyən edir. Və burada nə yazıb? Cinsiyyəti müəyyən edən erkək fərdlərdir. Bu nə deməkdir? Bu əsas bunları çox işlətmişik. İnsanlarda, yəni məməli heyvanlarda, insanlarda, suda, qurda yaşayanlarda drozofil milçəyində cinsiyyəti təyin edən erkək fərdlərdir. Yadınızda qalsın, cinsiyyəti təyin edən erkək fərdlərdir. Yəni bu deməkdir ki, 2 dənə müxtəlif xromosom cinsiyyət xromosomu daşıyır ki, heteroqametlərdir. XY olanlar erkəkləri məməlilərdir, suda, qurda yaşayan və drozofil milçəyidir. Amma dişi heteroqametliyə də təsadüf olunur ki, yəni bu nə deməkdir? Cinsiyyəti müəyyən edən yadınızda qalsın. Yəni dişi fərdlərdir. Məsəl üçün quşlarda, sürünlərdə, daha sonra güvələrdə, xahiş edirəm güvələri də yadımızda saxlayaq. Güvələrdə, cinsiyyəti quşlarda, sürünlərdə, güvələrdə, kəpənəklərin bəzi növlərində də deyirik ki, yəni kəpənəklərin bəzi növlər deyəndə güvələri nəzərdə tutur. Biz bilirik ki, güvələr pulçuqlar dəstəsinə aiddir, kəpənəklər də həşəratların pulçuqlar dəstəsinə aiddir. Hər üçündə cinsiyyəti müəyyən edən dişi fərdlərdir. Yəni dişiləri XY, erkəkləri XX xromosomuna malikdir. Burada diqqət ən vacib olan, əzbər öyrənməli olan güvələrin xromosom dəstidir. Güvələrin erkəklərində XX, dişilərində X0-dır. Yəni güvələrdə Y xromosomu olmasına baxmayaraq, yenə də cinsiyyəti müəyyən edən hansı fərdlərdir? Dişi fərdlərdir. Lakin düz qanadlılarda, taxta bitkilərdə davam eləyirik. Bəli, düz qanadlarda, taxta bitilərdə də fərqlilik var. Onlarda da Y xromosomu yoxdur. Erkəklərində dişilərin cinsiyyət xromosomu XX-dir. Erkəklərdə də Y xromosomu olur, X0-dır. Deməli, diqqətli olaq. Deməli, düz qanadlarda, taxta bitilərdə cinsiyyəti müəyyən edirdi nə? Hansı fərdlər? Erkək fərdlər. Dişilər deyil. Bax, bunu xahiş edirəm, diqqətli olaq. Bu bizə lazım olur və testlərdə düşür. Hansı canlılarda Y xromosomu olmaya bilər? Güvələrdə, düz qanadlarda, taxta bitilərdə. Güvələrin erkəkləri XX, dişiləri X0-dır. Cinsiyyəti dişilər müəyyən edir. Bax, burada da özləri göstəriblər. Daha sonra düz qanadlarda, taxta bitilərdə isə Y xromosomu yoxdur. Dişilərdə XX-dir, erkəklərdə isə X0-dır. Yəni Y xromosomu olmur. Lakin buna baxmayaraq düz qanadlarda, taxta bitilərdə də cinsiyyəti dedik ki, erkək fərdlər müəyyən edir. Necə ki, insanda, məməlilərdə, suda, qurda yaşayanlarda drozofil milçəyində cinsiyyəti erkək fərdlər müəyyən edir. Bitkilərdə də bəzən belə olur ki, cinsiyyət xromosomları fərqli olur, yəni cinsi xromosomlar olur. Məsəl üçün bu cədvəli də əzbər, kənaf, maya sarmaşığı, elodoya bitkilərində onların erkək fərdləri heteroqametdir, XY-dir, dişiləri isə homoqametdir, XX-dir. Lakin çiyələk bitkisində dedik ki, fərqlidir. Çiyələk bitkisində XY, dişiləri XY-dir, heteroqametdir, erkəkləri isə XX-ə malikdir. Və mən çiyələk bitkisi haqqında Ruşeym kisəsində olan xromosom dəsti haqqında sizə məlumat vermişəm. Yenə də istəyərəm burada təkrar deyək. Çiyələk bitkisinin dişi bitkisi dedik ki, XY xromosomuna malikdir. Yəni Ruşeym kisəsində olan hüceyrələrin yarısı X-i, yarısı Y-i daşıya bilməz. Ya hüceyrələrin hamısı X-i daşıyar, 8 hüceyrənin 8-idir, ya da 8-i Y-i daşıya bilər. Diqqətli olaq. Əgər Ruşeym kisəsində olan hüceyrələrin hamısı X xromosomu daşıyarsa, onda mərkəzi hüceyrəsi təbii ki, XX ola bilər. Və biz də bilirdik ki, bunların erkək fərdləri XX-dir, erkək bitkilər XX-dir. Deməli, endospermi nəyə bərabər olar? 2 dənə X buradan, bir dənə spermidən alar X-i, XX ola bilər. Bu testlərə düşür, ən çox işlənilən suallardan biridir. Testdə qarşınıza çıxa bilər. Daha sonra bir də mərkəzi hüceyrəsi, əgər desək ki, məsəl üçün Ruşeym kisəsində
xromosomlar Y xromosomunu daşıyırsa, deməli mərkəzi hüceyrəsi Y-dir. Erkəkdən də bir dənə X-i alar. Onda Y X xromosomuna malik ola bilər endospermi. Aha, Elodoyada kənaf bitkisidir, maya sarmaşığı isə fərqlidir. Diqqətli olaq. Bilirsən də cinsiyyət xromosomları yalnız cinsiyyəti müəyyənləşdirmir. Autosom xromosomlarda olduğu kimi ilişiklik qruplarında məlumdur. Bəzi pişiklərdə diqqətli olaq, genlər X xromosomu ilə ötürülür və bunun haqqında da məlumat vermişəm. Bu hissəni də əzbər bilməliyik. Qara rəngi X üstü bax böyük B qaranı müəyyən edir. X üstü kiçik B sarı rəngi müəyyən edir. Böyük B, kiçik B bunlar bir yerdə düşsə, deyirik ki, bunlar bir yerdə düşsə sarı rəng əmələ, alabula rəng əmələ gəlir. Davam edirik. Gün üzü dərs çəkməyin də bu mənfi tərəfləri var. Belə. Yəni X-dü böyük B, X-dü kiçik B yalnız alabula pişiklər əmələ gəlir və bu alabulalıq da yalnız dişi pişiklərdə olur. Üzr istəyirəm, dişi pişiklərdə olur. Tamam dominantlıqdır bunun özü də. Amma erkək pişiklər ya qara rəngdə ola bilər, ya sarı rəngdə ola bilər. Yəni alabulalıq onlarda rast gəlinmir. Alabulalıq yalnız deyə bilərik ki, dişilərdə rast gəlinir. Belə. Burada da ayrı insanlarda əzələ atrofiyası deyilən bir xəstəlik var ki, və bu xəstəlik X xromosomda yerləşən hər hansı bir genin öz funksiyasını yerinə yetirə bilməməsidir və bu da gen xəstəliklərinə misal ola bilər. Burada cinsiyyəti erkəklər müəyyən edir. Cinsiyyəti erkəklər şimpanzini, qurbağanı, tritonu götürə bilərik. Cinsiyyəti dişilər müəyyən edir. Dəvə quşunu götürə bilərik. İlan, kürzə sürünənlərə aiddir. Bir də tutupək qurdunu götürə bilərik ki, kəpənəklər dəstəsinin nümayəndələrindən deyə bilərik. Bu qədər insan genetikası və tibb elmi haqqında da, xəstəliklər haqqında da o nəzəri hissədə özümüz oxuyarıq.